Bismillahirrahmanirrahim ve salatu ve selamu ala men la nebi ba'de. Aslında yani bu etiqadi meseleler yani neyin önemli gösterir bize? Üzerine yani nedense ötürü yaratılmışı, onun ehemmiyetini gösterir. O da tevhid. Ha dedi bu meseleler niye bilmeli? Niye bilmeli? Çünkü biz zaten ondan ötürü yaratılmışız. Bu da onun bir hissesidir. Hani Allah subhanahu teala diyor: "Ve ma halaktul cinne vel insa illa liya'budun." Ben cinleri ve insanları yaratmışım ki yalnız bana ibadet etsinler. Deməli, yaradılış məqsəd nədir? İbadet. İbadet nə ilə olur? Təkləşdirməklə. Çünki insan Allah təkləşdirmədən ibadət eləmiş sayılmır. Ona görə hətta əksər təfsirçilər o ayənin sonunda var illə liya'budun. Həmin Zariyyətin surasının 56-cı ayənin sonunda. Mənə ibadət eləsinlər deyə yaratmışam onu, yəni məni təkləşdirsinlər deyə. Bu etiqadi məsələlər də hara girir? Allahı təkləşdirən tövhidin içinə. Çünki tövhid təkcə elə ki de Allah'tan qeyrisinə səcdə eləməyək və yaxud da bir mövsümünə kömək istəməyək, Zeyd lazımına qurban kəsməyək, onun məsələlər deyil sadəcə. Bütün etiqadi məsələlər hamısı tövhidin nə idi? Bir parçasıdır. Ona görə deyirik tövhidin əhəmiyyətini. Tövhidin əhəmiyyətini deyəndə insanlar nə başa düşürlər? Elə bilər ki, hər gün deyirik ki, ölüyə qurban kəsməyin, Allah'tan başqasını duanın, xeyr, adı və sifətlər olsun, bidətlərin, küfrü olanlar olsun, hamısı etiqadda olan problemdir. Aydındır. Ona görə ilk çıxan firqə xavaricləridir. Bu alimlərin çoxuna görə xavariclərin problemi etiqadda deyildir. Nə deyildir? Mənhəcdə. Aydındır. Sonra isə çıxan firqələrin, ilk firqələr kimlərdir? Qədəriyyə, qədərilər. Çünki qədərilərin əksəriyyətin problemi nədə idi? Küfrü məsələdir. Niyə? Çünki ilk qədərlər çıxıblar Bəsrə tərəflərdə. Və bunlar sahabələrin yaşadığı bir vaxtda yaşadılar, mənim qardaşım. Yəni o vaxtı bu təhlükə idisə, hansı ki onlar Bəsrə harda, Məkkə harda, Mədinə harda. Gəlib o bidətlərin bura çıxmaq ehtimalı zəif idi, uzaq yerdən gələcək, kimsə gəlir o şübhəni atacaq. İndi isə şübhə sənin əlindədir telefonda. Aydın, şübhə sənin əlindədir? Əlindədir. Aşağı yuxarı bir dənə video çıxdı qarşına, izlədin, üstün küfrə. Allah qorusun. Ona görə indi daha yaxşı bilmək lazımdır bu məsələləri. Çünki qədərilərin problemi nədir? Onlar deyirlər ki, insanlar nədirlər? Kamil ixtiyar var insanlarda. Yəni biz elədikdən sonra Allah olacaqları xəbərdardır. Yəni onların etiqadı nəyi gərəkdirir? Allah həşə və kəllə. Allah xəbərsiz, cahil bir Rəbb. Elmi yoxdur. Bu da elmin inkarıdır. Ona görə Şeyxülislam İbn Teymiyyə deyir ki, ilk çıxan qədərlər Allahın elm sifətini inkar edirlər. Niyə? Çünki adam deyir ki, yəni biz buraya gəlmiş yıxışmışıq, Allahın bunlar əvvəl xəbəri yox idi. Biz gələndən sonra Allah bildi. Auzu billah. Aydındır. Yəni bu demək ki, Allah cahil bir Rəbbdir. Bir tərəf qədərilərdir, Allah'a cahillik tam edirlər. Digərləri isə cəbərilərdir, Allah'a zülmdə tam edirlər. Ki, insanları məcbur edir. Orta isə Əhlüsünnə vəl Cemaət. Əhlüsünnə vəl Cemaət nə deyir? Əhlüsünnə vəl Cemaət deyir ki, bəli, Allah əvvəldən bunları bilibdi, istəyibdi, yazıbdı, yaradıbdı. Amma insana da ixtiyar veribdi. Çünki Allah özü Quran-ı Kərimdə deyir ki, وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللّٰهُ رَبُّ الْعَالَمِينَ. Aləmlərin Rəbbi olan Allah istəməsə, onlar istəyə bilməzlər. Deməli, onların ixtiyarı da var. Amma kimin ixtiyarına tabidir? Allah Subhanahu taala'nın ixtiyarına tabidir. Bu Əhlüsünnə və Cemaətin necə ki bir çox məsələlərdə olduğu ki, bu məsələdə nə idi? Ortaq mövqe idi. Ortaq mövqedə nədir? Yəni deyirlər ki, Allah hər şey əvvəldən yazıb, amma o bir bəzilə nə deyir? Yazıbdır, biz məcbur rol oynuruq. Bu cür ittihamlar eləmək olmaz. Allah yazıbdır, əvvəlcədən bir şeyi bilməyi, səni ona məcbur eləməyi demək deyil. Aydın, əvvəldən bilir ki, kim necə olacaq. Ona görə sahabə gəlib Peyğəmbər sallallahu aleyhi ve sellemdən soruşanda ki, ya Rasulullah, bizim əgər yazılıbsa cənnətlik və ya cəhənnəmlik olduğumuz, biz niyə əməl edirik? Nə deyir Nəbi sallallahu aleyhi ve sellem? Uzun uzaq cavab da verir. Deyir, əməli o, siz əməl edin. Nə ki yazılıb, siz asanlaşdırılır. Nə deməkdir? Cənnət əhlinə əməl asanlaşdırılıb, cəhənnəm əhlinə cəhənnəm əməl asanlaşdırılıb. Kim bu yol tutub gedirsə, onu oyun asanlaşdırılır. Şirverin günahları nətər düşür ard-arda, günahı gətirir və s. O biçinə də o cür. Hətta Hasan yəni deyir orada, Ley surəsində, yəni hamımız məşhur bildiyi ayət. فَأَمَّا مَنْ اَعْتَى وَاتَّقَى. Kim ki Allah yolunda xaç deyərsə, Allahdan qorxarsa, وَصَدَّقَ بِالْحُسْنَى və
ən gözəl sözü təsdiqləyərsə, fəsənüyəssiruhu lil yusra, ona asan olanı asanlaşdırarıq. Yəni təfsirdə deyilən cənnəti. Neynədir bu adam? Verdi, Allahdan qorxdu, Quran da təsdiqlədi. Görürüz, nəyin əməllərini? Cənnət əlin əməllərini elədi. Və verəcək Allah ona nəyi asanlaşdırdı? Cənnəti. Ayənin sonunda, ondan sonraki ayədə nədir? Və əmmə mən bəxilə və istəqinə. Kim ki paxıllıq eləyərsə. Və istəqinə özünü Allah ehtiyacsız olduğunu zənn eləyərsə. Və kəzzəbə bil husnə və gözəl olan kəlamı yalanlayarsa. Fəsənüyəssiruhu lil usra. Çətin olanı ona asanlaşdırarıq. Yəni cəhənnəm. Yol aydındır. Ona görə bu etiqadi məsələləri bilmək hamımıza vacibdir. Alimə demək, niyə görə? Ənə təvhid nədir? Əvvəl-din və əxirə. Dinin əvvəli və axırıdır. Və zahirud-din və batinə. Və dinin zahiri və batinidir. Çölü də, içi də, hamısı tövhiddir. Allahı təkləşdirməkdir. Sən İslam'a girirsən, la ilahe illallah. Kimin sonsuz la ilahe illallah olursa, dünyadan kötüş la ilahe illallah. Sən la ilahe illallah arasında yaşayırsan. Fikir ver. Bəqərə surəsində Allah sonunda nə buyurur? Əm kuntum şuhədə iz hədara Ya'qubəl mevt. Siz şahid oldunuz mu Yaqubun ölümü zamanı? Yaqub aleyhissalam ölüm ayağında. Can verir. Ne deyir? Siz de Allah deyir ki siz şahid oldunuz Yaqub'a. Əm kuntum şuhədə iz hədara Ya'qubəl mevt iz qalə li bənihi. Öz övladlarına dedi. Ne dedi? Benden sonra falan eləyərsiniz, peşman eləyərsiniz, kariyeranı yaxşı tamamla, sən güclü istedadsan və s. La. Məzə tə'budunə min ba'di. Məndən sonra nə ibadət eləyərsiniz? Və budur həqiqi vəsiyyət. Görsən nə deyir? Yaqub ölüm ayağında izqalli bənihi. Görsən ölüm ayağında belə tövhid, vaz geçmədi, axıra kimi. İzqalli bənihi. Mə tə'budunə min ba'di. Məndən sonra nə ibadət edəcəksiniz? Qalu, cavab verdilər övladlar. Nə'budu iləhəkə. Allahu akbar. Sənə kimə ibadət edəcəksin? Sənin ilahına. Və iləhə əbəikə İbrahimə və İshaq. Səndən əvvəl atan İbrahimin, İsmailin və İshaqın Rəbbini ibadət edəcək. Alimə deyirlər, orada Allah subhanahu ta'ala İbrahim, İsmailə və İshaq. İsmailə də ata dedi çünki əslində əmid o, Yaqub aleyhissalam üçün. Çünki o İshaqın oğludur. Bu da nə göstərir? Əmi ata yerindədir. Çünki bəzən əmiyə ata sözü işlənibdir. Amma bu, bunu da deyək rəddi olaraq. Amma bu, İbrahimin atası Quran-ı Kərimdə Azər olması üçün Mötəzilən ya da Rafizlərlə də dəlil deyil. Onlar deyirlər ki, ata kəlməsi işlədir Allah Quran-ı Kərimdə kimə? Azərə. Amma ata əmi mənasındadır işlənir. Xeyr, Azərə işlədilən ata elə ata mənasındadır. Bütün təfsirçilər bunda ittifaq ediblər. Onlar deyirlər ki, Peyğəmbərin atası kafir ola bilməz. Ona görə də o zaman ki Allah deyir ki, atası Azər İbrahimə. Orada əslində əmisi Azər deməkdir. Aydındır. Və onun mənası alimə də ittifaq ediblər ki, atası olur. Azər İbrahim Peyğəmbər nə olur? Atası olur və bunda ittifaq ediblər. Müxalif olanların o hansı ki ata əmi mənasındadına əllərində heç bir dəlil deyil. Məndə tə'budunə min ba'd. Məndən sonra nə ibadət edəcəksiniz? Qalu nə'budu iləhəkə və iləhə əbəikə və sənin ataların ilahına. İbrahim, İsmail və İshaq. İbrahim, İsmail, İshaqın ilahına. İləhən vahidən. Təfsirata baxın, subhanallah. Biriniz də sənin ilahına ibadət edəcək. Bir də ayaqsı görək, onun hakim həm də ataların nəyə ibadət etsə ona, yəni tövhid millətlə. Və nəyə iləhən vahidən, elə zənn eləməsinlər ki, onların atalarının ilahları çox olur. Başqa olur, bəli. İləhən vahidən. Biz ona ibadət edəcəyik. Halbuki görsən, əvvəli, axırı, zahir vatan tövhid. Ona görə, nəyə görə o bidətlərin nəyindən çəkmək lazımdır? Ən birinci o küfür olanlarından. Etiqadda olan bidətlər küfür bidətlərdir. Qədərilərin bidəti olsun, hölülülərin bidəti olsun. Mesela indi bəzi maturidilər var ya, Allah hər yerdədir etiqadı. Yəni Allah zat olaraq hər yerdədir demək küfrü bir bidətdir. Ola bilsin Allah onu heç bağışlamasın. Hətta namaz qılsa, zəkat versə, oruç tutsa, həcc eləsə,
Görürsünüz etiqad nə qədər önəmlidir. Bax bir dənə o məsələyə görə. Niyə? Çünki küfrü bidətdir. Bu Allah'a nöqsan sifətlər verməkdir. Onun ki, alimlər deyirlər ki, təfsilat gətirirlər ki, Allah özünə şərik qoşanı bağışlamaz, yəni tövbə eləməsə, ondan aşağı günahlar istədiyinə bağışlayan küfrü bidətlər, şirk və s. hamısı bu ayənin hükmündədir. Amma mənhəcdə olsun bidət və s. başqa məsələlərdə olsun, əməldə və s. onda Allah'ın isteği altında. İstese heç onun o əməldə olan bidətinə baxmaz, birbaşa cənnətə daxil edir. İstese de o bidətinə görə əzab verir, sonradan yenə axırda cənnətə qayıdır. Ona görə bu məsələni bilmək lazımdır. O hədis ki var, 73 firqə. O hədisi bilirsə başa düşülür. Yəni millət elə başa düşür ki, o 73 firqədən biri gedəcək cənnətə. Opsiyon hamısı cəhənnəmlikdir. Opsiyon cəhənnəmlik mənasında deyil o. Opsiyonlar 72 firqədən hansının bəyət dediyimiz qadır. Küfrü bidətdirsə, onda ciddi problemdir. Aydındır. Amma küfrü bidət deyilsə, o demək ki 72'nin hamısı birbaşa cənnətə gedəcək. Cəhənnəmə gedəcək. O qurtulan firqə əgər bidəti dindən çıxaran hansısa bir şirk və bidət yoxdursa, onda o qurtulacaq yəni. Axır əvvəl ona la ilahın fayda verəcək yəni ona. Xüsusən də namaz qılıb və s. Aydın, ona görə alimlər deyirlər ki, etiqadı öyrənmək buna görə lazımdır ki, insan bilsin və çəkinsin. Görsən nə deyir? Alimlər deyirlər ki, Uzeyf radiyallahu anh hədisi ən yaxşı dəlillərdən bundur. Uzeyfə İbn Yəmən. Peyğəmbər sallallahu aleyhi ve sellem nəyi? Sirdaşı. Yoldaşı Abu Bakır'dır. Ama sirdaşı kim değil? Uzeyf ibn Yemen. Niye görür? Çünkü ona bazı şeyler vermişti, demişti. Hansı ki başka sahabeler ondan habersizdiler. Alimler münafıkların adları olsun, kesin münafıkların adları yok. Hatta bazı fitneler barəsində olan hadisler olsun vesaire. Çünkü ekser fitneler ve gelecekte olan, ümmette olan problemler barəsində hadisler kimden gelipti? Uzeyfe ibn Yemen'den geldi. Radiyallahu anh. Ki yani bunlar gözlür ümmeti gelecekte vesaire. Yani olmamışlar var. Olmamıştan evvel. Hâzâ min alâmetun nübüvvet Nebi sallallahu aleyhi ve sellem. Bu da Peygamberimiz sallallahu aleyhi ve sellemin peygamberliğinin əlamətlerindendir ki, evvelden haber verip o biçim olacak. Haber vermeyip birini koyup opsini içecek. O sözünü devam edecek. Ne diyor Peygamber sallallahu aleyhi ve sellem? Çıxır Medine'nin güllələri, birisi o vaxt Medine'de güllələr var idi. Şimdi kız qalalar vesaire var idi. Güllə idi. Çıxırlar oradan düşmənə baxırdılar. Deyək, çıxdıq Mədinə qüllələrinin birindən Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, mən gördüyümü siz görürsünüzmü? Dedi, yorulsun, biz heç nə görmürük. Yəni düşmən yok, bir şey yok. Deyir, mən fitnələrin sizin evlərinizin içine döküldüyünü görürəm. Hədis muttafaqun aleyhi, Buxar Müslim'dir. Mən deyir, fitnələrin sizin evlərinizin kənarına yox, içine döküldüyünü görürəm. Elə de yoxsa elə deyil. Şeyh Salih Fozan Hafizahullah buyurur ki müfti. Deyir ki bu neyi gösterir? Bu gösterir ki Peygamber sallallahu aleyhi ve sellem haber verir bu günler pek antinaları muasir hele sosyal şəbəkələr hamısından fitne sənin evin içindədir. Onu ki Şeyh Abdullah Buxari Hafizahullah dəfələrlə oturmuşduq, dəfələrlə nəsihət edirdi. Elə bilmək ki qapını daldan bağlayacaqsan fitne sənin evinə girməyəcək. Xeyr. Əksinə öyrətməlisən ki İnsanlar o fitneye düşmesinler. Deyir, təəlləmtul şər, leysə lil şər. Deyir, şərri öyrəndim, şər üçün yox. Ona düşməkdən qorxmaq üçün. Huzeyf ibn Əmin radiyallahu anh deyir ki, hamı Peyğəmbər sallallahu aleyhi ve sellemdən xeyri soruşurdu. Mən şər soruşurdum. Deyim, ya Rasulullah, şər nədir? Hamı xeyri soruşurdu. Ya Rasulullah, xeyri nədir? Bu əməllər. Deyir, mən deyirdim ki, şər nədir? Niye o şərrə əməl etməkdir? Xeyr, ondan uzaq olmaqdan ötürü. Azərbaycanı fəth edən sahabələr. Bəli, onun üçün alimlər deyirlər ki, bu iki dənə bir-birinə bağlıdır. İlk olaraq nəyə öyrənirsən? Sünnəni. Həmçinin bidəti də öyrənirsən ki, sonra ona düşməyəcəksən.